Paşinyanın bu cür tələskənliyi onun öz hissəyi deyil. Onu narahat edən bir sıra məqamlar var. Əsas 3 məqamdır. Birincisi, qarşısına gələn parlament seçkilərdir. Paşinyan bilir ki, Ermənistan daxilində onun reytingi ekspansional olaraq aşağı düşüb. Paşinyanın sosial bazasını, elektoral bazasını ilə zəifləyib və Paşinyanın rəqibləri süni şəkildə gücləndirilir. Həm İrandan, həm Rusiyadan, həm Fransadan maliyyə axınları get-gedə artır. ABŞ da geridə qalmır. ABŞ sözdə Paşinyanı dəstəkləsə də, ABŞ heç Paşinyan oldu, Arjumanyan oldu, kim oldu, veclərinə deyil. Bəlkə Ermənistan, Amerika Birləşmiş Ştatlarının dediyi etsin və bəlirlədiyi kursla geçsin. İkinci təhlükə diaspora ilə bağlıdır. Diaspora Paşinyanın hakimiyyətdən getməsi, daha doğrusu vadar edilməsi üçün bütün addımları attı. Üçüncü təhlükə şərqi dövlət sənədlərinə bağlıdır. Paşinyan gözəl başlayır. Onun siyasi varlığında, hətta fiziki mövcudluğunu təmin edə biləcək iki real güc var. Biri Türkiyədir, biri Azərbaycan.